وکی کالو باب مجور و جفادیتن اولادکی چه حتی می همون دور زمانه هری مزن جانگیر آقای چواد به زنگ و زرین و کسر سالی که پیش در حیمگی محکم بابا شره دوه شره شره من یا کفر حاضر یایه دشمن عجم زم خواهی Here's a quick version of a huge story in the news. A decades-old conflict is suddenly over, and now tens of thousands of people are on the move. It's all about this bit of land called Nagorno-Karabakh, which is within Azerbaijan but has a majority ethnic Armenian population, and until last week it was controlled by separatists backed by Armenia. For years, Armenia and Azerbaijan have fought on and off wars over Nagorno-Karabakh. Both sides accuse each other of massacres and occupying land. But on September 19th, Azerbaijan's forces attacked Nagorno-Karabakh, and the separatist leaders there basically surrendered within a day. A lot of people were surprised by how quickly it all happened, and some are asking why Russian peacekeepers who were there to maintain a ceasefire didn't do more. Now, Azerbaijan's president promised to guarantee the rights and security of the ethnic Armenians living there, but after so much conflict and distrust, people weren't reassured. Around 90,000 have fled into Armenia. More are still coming. Here's a quick
Mənim 9 dənə. 9 uşağınız var. Hə. Bu 9 uşaq bax məktəbə gedə bilirlərmi? Yox, məktəbə göndərmirəm. Yox, göndərmirəm. Niyə göndərir? Sən nə göndərmirəm də, nə bilim. Nə ilə paltarını alım, nə ilə ayaqqabısını alım. İndiki uşaqlar da məktəbə gedəndə gərək olmasa günə 1 manat cibinə salasın. İmkan yoxdur da, imkan yoxdur ki, uşaqları nə alım? Dəftər ala bilmirəm, sumka ala bilmirəm, paltar ala bilmirəm. Nətər mən eləyim ay qızım? Nətər eləyim? İlk növbədə maarifləndirici addımlar atıla bilər. Yəni bildirilə bilər ki, yəni bu uşaqlar məktəbə getməlidirlər. Əgər yəni kimsə müqavimət göstərərsə artıq bu maarifləndirici tədbirlərdən sonra ki, uşaqları məktəbə göndərmir, əksinə dilənçi ilə məşğul olur, həmin şəxslərə münasibətdə fərdi tədbirlər görülə bilər. Yəni həm təhsildən yayındırmağa görə inzibati xəta məsuliyyəti nəzərdə tutulubdur Azərbaycanda, həm də ki 100 manat, fiziki şəxslərə görə 100 manat, həm də ki diləndirməyə görə, yəni ki avaralıqla məşğul etməyə görə şəxslər ya 100 manat, yəni təxminən 100 manat civarında və yaxud da 15 sutkaya kimi həbs olunurlar. Yəni bu tipli tədbirlər görülərsə və eləcə də misal üçün bəzi hallarda valideynlərin müqaviməti davamlı olacağı təqdirdə valideynlik hüququnun məhdudlaşdırılması istiqamətində icra hakimiyyətləri məhkəmələrə müraciət edib müvafiqətnamələri əldə eləyərlərsə, mən inanıram ki, yəni bu məsələlərdə bir irəliləyiş ola bilər. Amma yəni bunun üçün siyasi iradə olmalıdır. Yəni icra hakimiyyətlərində də o siyasi iradə yoxdur, çünki mərkəzdə o siyasi iradə yoxdur. Nə istəyirəm mənə, hamısı olsun, bir sənətkar, bir şey olsun, işləsin nə bir yerdə. Sabah bütün məsələ evlənsinlər, ərə getsinlər, lazımdır sənəti biləsən, öz familiyamın adını biləsən. Mən özüm valla oxumamışam, heç adımı, sənətimi belə, sənətim şeyi bilmirəm mədə. Biz şükür nə yaşayırıq. Şükür. Prezident nə verir, onunla dolanırıq. Ondan savayı prezident bizə pul verir. Çox uşaqlıya görə. Onu alırıq. O da nə qaza, nə işığa, nə suya, heç nəyə bəhs eləmir. Bir ayda 2 tay un alıram, onun ayın yarısında qutarır. Özümüz də orada burada gedib işləyirik, dəmirə işləyirik, belə plasmas yığırlar uşaqlar, onunla da dolana bilirik. Bax, nə yaşayışda yaşayırıq. Odur ki, hər bir qapıdan 10 uşaq çıxır, 5 uşaq çıxır. O da çıxan kimi palçığa, suya qaçıb girir. Bir kanalizasiya yoxdur, bir krant yoxdur. Onda bax, belə yaşayışla dolanırıq. Bizim xahişimiz odur ki, bir kanalizasiya qoysun, bir küçələrə baxsınlar, nəzarət eləsinlər. Görsünlər ki, nə yaşayışda yaşayırıq. Cəmaət yığışıb daş tökür, o kanalizasiyaların suyunun əlindən o daş batıb gedir. Yayda bir maşın daş tökmüşəm, elə bil ki, nəsə tökülməyib. İndi qazımız yoxdur, işığımız yoxdur ay qızım. Nə qədər gedib deyirik, gəlib çəkib eləmirlər. İndi nə qayraq, soyuqdan nəvələr qırılır. Valla soyuqdur gecələr, ölürük soyuqdan. İndi nə deyək biz? Azərbaycan vətəni deyirik biz. Buranın vətəni, bən nə qayraq? Qazı niyə çəkmirsiniz ki? Niyə çəkmirsiniz ki? Qaz yox, işıq yox. Ləmpələrlə, adı nədir, şamlarla biz gecələr qalırıq.
deputata seçim gələndə yaxşı qaçırdınız. Deyir, İbi Mingəl deputata səsli. Amma bax, bu yaşayışlara baxmırlar.